Təhsil Nazirliyinin sevdiyi bir sözdür reform sözü. Yəni davamlı şəkildə reformlar edirik, yeniliklər edirik deyirlər, lakin bu özünü harda bir üzə verir, necə əks etdirir özünü təhsil sistemində, bunu təəssüf görə bilmirik. Nə də ki, da şagirdlərin, tələbələrin və yaxud da ki, ümumiyyətlə uşaq bağçasında təhsil alan, məktəbə qədər təhsil alan uşaqların nəticələrində nətər özünü bir üzə verir, bunu görə bilmirik. Etnik azlıqlar baxımından da, yəni bu ümumidə belədir bu arada və etnik azlıqları götürsək, bu daha da, yəni vəziyyət daha da pisdir. Yəni bu sözdə reformların nə qədər işə yaradığını görə bilmirik, təəssüflər olsun ki, hətta işə yaramadığını görürük demək olar ki. Və davamlı reform məsələsi də var. Məsəl üçün bizdə reform bir də Təhsil Nazirliyi ildə bir dəfə dəyişir. Biri gəlir, tutaq ki, bir reformu başlayır, axıra çıxmamış başqası gəlir, başqa reform başlayır, bu dəyişə-dəyişə gedir. Bu bir mövzu və bir digəri, tutaq ki, gəlir reform başlayır, bu reform həyata keçirilir, məktəblərə gedir, məktəbdə bu reformlar həyata keçirilməyə başlamamış, başqa bir reform başlayır. Yəni, reformun aparılmasının bir administrativ standartları, bir mütəmadiliyi yoxdur ümumiyyətlə. Bu, hər gələn ürəyi istədiyi kimi reform